Allah qəbul etsin inşallah. Rəhmət ayı, Ramazan ayı çalışmaq lazımdır ki, bu rəhmət ayında həm ailədə, həm dostlar arasında səmimiyyət və bir-birinə olan məhəbbət daha da artmalıdır, daha da rəhmət-i ilahidən faydalanmaq lazımdır. Əli əleyhissalam bir hədisində Həzrət buyurur ki, "Lə yəkunu sadiqən həttə yəhfazu axahu fi thələs." Həzrət buyurur ki, çalışın dostlarınızı elə bir dostluq qərar verin ki, onları 3 yerdə dostluğunuzu bildirin. Həzrət buyurur ki, birincisi budur ki, dostlarınızı çalışın çətinlikdə himayət eləyin, onlara əl tutun. Görürsən ki, çətinlikdədir, ya istər maddi olsun, ya da görürsən ki, həyat tərzi onu sıxır, müəyyən həyatın problemləri ona güc gəlibdir. Çalışın dostlarınızı elə anda tək buraxmayın. Görürsən ki, insan həyatında öz xəstəliyi ya ailədə olan xəstəlik və problemlərlə üzləşir. Görürsən ki, müəyyən halı dəyişir, necə deyərlər, qəmi, qüssəsi çoxalır. Həzrət buyurur ki, çalışın onlara həmin anda tək qoymayın. Onlarla nə var, nə yox deyin, onlara səbir verin. Yəni, bu şeylərdə diqqətli olun. Və həmçinin bilirsən ki, dostun elə bir şəxsdir ki, sadaqətlidir, mömindir, həmişə səninlə bahəm olubdur. Amma baxırsan ki, müəyyən yerlərdə düşmən və yaxud da nəsə onun haqqında müəyyən problemlər yaratmaq istəyir. Çalışın, həmin vaxtı dostunuzun yanında olun. Həmçinin dünyasını dəyişən vaxtı. Həzrət buyurur ki, çalışın, dünyasını dəyişdiyi zaman onun yanında olun. Yəni, o demək deyil ki, mənim dostum dünyasını dəyişdi, mən ondan qutardım, yox. Gərək insan dostu dünyasını dəyişəndən sonra da onu öz yanında həmişə hazır bilsin. Onun üçün rəhmət oxuyun, onun üçün Allahdan bağışlanmaq diləyin və o cümlədən onun üçün namazlarda salavat filanlar, məsəl üçün biz baxırsan ki, nə edirik, aramızdan gedən möminlər haqqında salavat çəkirik. Bunlar Qur'an və hədislərə əsasəndir. Biz, çünki Qur'ana diqqət eləsək, Qur'an bizə nə buyurur? Möminlər o şəxslərdilər ki, onlar ötüb keçən möminlərin haqqında dua eləyərlər. Dostluq haqqında hətta İmam Sadiq əleyhissalam öz sahabələrinə buyurdu ki, dostlarınızla necəsiniz, rəftarınız necədir? Yabna Rasulullah, elə bir-birimizi görəndə nə var, nə yox deyirik, tez-tez görüşürük, otururuq, dururuq, dərdləşirik. Həzrət buyurdu ki, siz o dostlarınız olmadığı vaxt, onların paltarlarındakı ciblərində pul var, siz onlara demədən gəlib oradan istədiyiniz ehtiyacınızı ödəmək üçün pul götürüb, gedib işinizi görə bilirsiniz. Bir-birinin üzünə baxdılar, yox. Mən necə dostum olmadığı zaman gəlim onun cibinə əlimi salım, ehtiyacım olan qədər pul götürüm, gedim, işimi görüm, nə vaxtsa gətirim, yenə qoyum yerinə. Yabna Rasulullah, belə şey yoxdur bizdə. Biz elə eləmirik. Həzrət buyurdu ki, onda sizin dostluğunuz yoxdur. Yəni görsən, dostluq nə qədər zəruridir ki, insan gərək bir-birinin olmadığı halda onun sərmayəsindən götürüb, ona demədən istifadə eləsə, bax buna deyir imam dostluq. Allah buna dostluq deyir. Odur ki, bugünkü gündə elə istədiyimiz dualardan da biri bu olmalıdır ki, ilahi, bizlərə sənin bəyəndiyin insanlardan bizə dost qərar verginən və ilahi, sən bəyəndiyin dostlardan məni dostlarıma qərar verginən. Necə ki, sən əməli salih, xalis, müxlis dost axtarırsan, gərək sən özün də onlara gərək müxlis, salih olasan ki, onlar da səni özlərinə dost bilsinlər. Yəni, belə loru dillə deyirəm, sən toxsan, dostun acdır. Ona dostluq deməzlər. Sənin həyatda heç bir şeyə ehtiyacın yoxdur, amma dostluğun ehtiyacı var. Əgər dostluğun ehtiyacı varsa,
sən ona kömək əli uzatmırsansa, ona da dostluq deməzlər. Ona deyərlər gündəlik bir-birimizdən keçinmək. Necə deyərlər, çayxana dostu, məktəb dostu, nə bilim gəzinti dostu. Amma çalışıb möminlər bir-biri ilə can bir, qəlb bir gərək dostluq eləyərək ki, Allah bu dostluğu sevir. İlahi sənə and verib, rəhmət ayı var, bizi o şəxslərdən qərar ver və dünyasını dəyişən əzizlərimizə qəniq rəhmət elə. Peyğəmbər, ali Peyğəmbər xatirinə bu qapıdan, bu cəmiyyətdən istədikləri hacətləri verməmiş qapından xaric eləməklə və ilahi əziz şəhidlərimizi Peyğəmbərə qonaq qərar ver. O şəxslər ki, İslamiyyət üçün, o şəxslər ki, qeyrətimiz, namusumuz üçün çalışarlar hər yerdə maddi, mənəvi, sən onlara öz rəhmətinlə, öz bərəkətinlə, öz hafiz adın xatirinə onların dünya axirətin hifz eləyinən və beytvi ziyarət etməmiş bizi dünyadan aparma. İslam düşmənlərin, möminlərin düşmənlərini xar zəlil eləyinən və xəstələrimizə şəfa kəramət elə. Əziz balalarımız ki var, gənclərimiz ki var, onları həmişə başımızda tac eləyinən və onları əhl-i beyt yolunda sabit qədəm elə. Ağsaqqallarımızı həmişə başımızın üstündə var eləyinən Peyğəmbər, ali Peyğəmbər xatirinə gələcək günlərimizi xeyirli, bərəkətli, imanlı, itaətkar və ruzli həmişə sənin itaətində olan bəndələrdən qərar verginən. Özümüzün salamətçiliyimiz, əzizlərimizin salamətçiliyi və nə qədər ki dünyada möminlər var, onların salamətçiliyi, o cümlədən şəhidlərin ruhunu da yad eləyək, haqlarında 3 dəfə salavat hədiyyə eləyək.